manat rüşvət istənildi. Vermədiyi təqdirdə şərlənərək işdən çıxarıldı. Bu iddia ilə Xəzər xəbərə paytaxtdakı liseylərdən birində 9 illik tibb bacısı işləyən şikayətçi Aida Nəsibova müraciət edib. O deyir ki, direktor ondan 2000 manat rüşvət tələb edib. Məktəbdə çalışan bəzi şəxslər və valideynlərin əleyhinə yalan ifadə verməsini, hətta məhkəmədə saxta şahidlik etməsini istəyib. Bura gələndə Sevinç Orucova Rafiq qızı mənə qarşıladı. Direktor o idi. Dedi ki, bura dəyirman deyil, 2000 verəcəksən, rahat işləyəcəksən filan pesməkən. 8 il bundan öncə. Bəli. Mən də xanıma bildirdim ki, buna gücüm çatmayacaq. Xanım mənə heç nə demədi, biraz əsəbləşdi, biraz narazı. Ki, siz bilirsiniz də mən kiməm, mən burada ömürlük direktoram. Və sonra xanım məni bir neçə dəfə çağırdı yanına. Filankəsin üzünə dur, filan valideynin üzünə durmaq lazımdır. Bilirsən də, burada işləyirsənsə, mən deyənləri eləməlisən. Şikayətçinin ən ciddi iddialarından biri isə iş otağında gizli kameranın aşkar edilməsi ilə bağlıdır. İşte o kameranı mən aşkarlayandan sonra... Kameranı nə vaxt aşkarladınız? Noyabr ayında aşkarlamışdım kameranı. Özünə məlumat verdinizmi Sevinç xanım? Yox, hardansa birdən qapının ağzında peyda oldu. Kameranı aldı məndən, apardı. Dedi, bük salafana götürdü, apardı otağına. Təhsil Nazirliyinə müraciət eləmişəm. Amma mənə bir kəlmə xəbərdarlıq olunmadı, töhmət verilmədi. Ən azından mən işimdə səhv buraxmışamsa, mənə töhmət verərdilərdi da. Bu boyda insanın şərəf və layiqəti ilə oynamazlar da. Aida Nəsibova bildirir ki, onun himayəsində 3 az yaşlı uşaq və xəstə anası var. Liseydən sorğumuza cavab olaraq bildirildi ki, 2 nömrəli uşaq poliklinikasından liseyə təhkim olunmuş tibb bacısının çalışdığı səhiyyə müəssisəsi tərəfindən geri çağırılması müvafiq prosedur qaydalarına əsaslanır. Onun liseyə təhkim olunduğu dövrdəki fəaliyyətində pedaqoji mühitə uyğun olmayan davranışları da geri çağırılmasının səbəbləri sırasında yer alır. Bütün bunlar nəzərə alınaraq 3 dekabr 2025-ci il tarixində 2 nömrəli uşaq poliklinikasının əmrinə əsasən onun liseydəki fəaliyyətinə xitam verilib və təhsil müəssisəsinə başqa tibb bacısı təhkim olunub. O da bildirildi ki, tibb bacısını liseyin rəhbərliyinə aid digər iddiaları tamamilə əsassızdır. Sevinç Vaqif qızı, Vüsal Cəfərov, Xəzər xəbər.